Biz cənab Ərdoğanın bu proseslərdə səmimi olduğunu şəxsən mən öz müşahidələrim baxımından deyirəm ki, qeyd eləyə bilərik. Çünki Türkiyə barıt çəlləyinə bənzəyən bir regionda yerləşən ölkədir. Heç şübhəsiz ki, humanitar fəlakətindən tutmuş, Fərhad müəllim də qeyd elədiyi kimi, oradan çıxa biləcək nəzarətsiz nüvə enerjisindən elə o Kürd qruplaşmasının əlindən Türkiyənin ərazisində də müəyyən təxribatların törədilməsinə qədər riskləri özündə etibar etdiyindən məhz cənab Ərdoğan hadisə proseslərinin inkişafının ilk növbədə region üçün risklər daşıdığını qeyd edir. Və başqa bir təhlükə, elə verilişimizin əvvəlində toxunduq, oradakı nüvə obyektlərinin partlamasının səbəbindən radiasiyanın regiona yayılması ki, Türkiyənin də demək olar ki, çox yaxınlığında yerləşir də həmən obyektlərin bəziləri. Yəni bu baxımdan Türkiyə sona qədər çalışacaq ki, mən bilirsiniz bununla bağlı düşüncəm nədir? 2 gün bundan öncəyə qədər Türkiyənin vasitəçiliyi tərəflər arasında sülhün əldə edilməsindən ibarətdirsə, bugün mən elə təsəvvür edirəm, bəq ona görə dedim ki, həm Azərbaycan, həm Türkiyənin mövqeyi bu baxımdan doğru, düzgün bir yanaşmadır. Problem böyümədən, problemin həm İran xalqına, həm region ölkələrinə mənfi təsirlərinin çoxalmadan problemi mümkün qədər tezliklə yekunlaşdırılması. İndi bu necə yekunlaşmalıdır? Bunu hazırda prosesi bundan sonraki inkişafı göstərəcəkdir. Ola bilər ki, bu ölkələrdə, xüsusən Türkiyəni mən nəzərdə tutub deyərəm ki, İrandakı dəyişikliyi sürətləndirəcək planlar üzərində düşünsün. Çünki geri sayım artıq başlamışdır deyiriksə, bu hakimiyyətin hakimiyyətdə qalması İranın qısa bir müddət ərzində nüvə əldə etməsini gerçəkləşdirəcək deyiriksə, şübhəsiz ki, nüvə dövləti olan İran bu biabırçılığı unutmayacaq, bunun amansız qısası olacaqdır. Bu, indiki mərhələdə yekunlaşsa da belə, bu yara sağalmaz yara olacaqdır. Və bu yaranın sonradan qanqrenə çevrilməsi daha realdır. Nəinki indiki mərhələdə amputasiya olunması. Və bu amputasiyada İranda rejimin dəyişilməsidir və yaxud da ki, mövcud rejiminlə yanaşı İranın beynəlxalq güclərinin istədiyi formada parçalara ayrılması, reallaşması. Çünki əks təqdirdə hadisə proseslərinin uzanması, bilirsiniz, nə İraq, nə Suriya, İran deyil, miqyasına görə, coğrafiyası baxımından. Yəni, burada gərginliyin uzun müddət qalması regionun digər ölkələrinə də çox rahatlıqla sıçraya bilər.